Burada kim uyanıb belə? Burada kim uyanıb belə? Şirin, yaxşı yatmışdın deyəsən. Keyfin yerindədir. Ha. Nə qədər ki yadımdadır. Oğlum kellələrini atım yuyulsun. Onu qoyaq burada. Paraşokda çıxardaq. Raul'un paltarlarını bununla yuyuram. Çox qəşəngdir. Həm qoxusu qəşəngdir, həm də təmiz yuyur. Bir də arxada uşastan yan var. Onu heç açmamışam da, istifadə eləməmişəm. Bir də bunu alıb yoxlamışdım, amma bu xoşuma gəlmədi. Ən yaxşısı elə qrəsdir, amma qrəs hər yerdə tapılmır. Böyük Bravo marketlərdə, apteklərdə ya təmizlik vasitələri olan bəzi dükanlarda tapmaq olar. Bir də Raul üçün belə bir ləkə çıxarıcı almışdım. Kimikatsız belə deyim, amma ki heç bir kimyəvi vasitə olmadan tərkibində belə deyək. Amma ki heç bir işə yaramadı Froşun. Froşun məhsullarını çox tərifləyirlər, amma bu aldığım 3-cü məhsuldur ki bəyənmədim yenə də. Bunu təzəlikcə aldım ləkələr üçün. Bu səfər bunu sınayacağam. Balaca pişik köməyə gəldi. Çox insan paraşoku birbaşa paltaryanın içinə atır. Amma mən elə düzgün olmadığını düşünürəm. Çünki yəni bu nə üçün nəzərdə tutulub? Paraşokları tökmək üçün nəzərdə tutulubdur. Ona görə bura tökürəm. Olar ki də çox belə ləkəli paltar olarsa, paraşoku elə o paltarın üzərinə də gəzdirirəm. Bura da əlavə olaraq tökürəm. Və həmişə qoyuram 45 dəqiqəyə. Nə qədərdir? Elə 45 dəqiqəyə 30-40 belə dərəcələrdə. Bu arada onu qeyd edeyim ki, Raul gəlib onu nə qədər fırlatsa eləsə də, bu yeni nəsil paltaryanlarda kilit özündəndir. Yəni əlavə nəyəsə basmağa ehtiyac yoxdur. Elə uşaq kilididir. Yəni nəyə də fırlatsa heç nə dəyişməyəcək, heç bir funksiyası dəyişməyəcək. Raul Kaya bu kaşıdan verəcəm. Düzdür 12 plus yazıb. Raul indi 10 aylıqdır, yəni 10 ayla 10 gün qalıb. İçində yumru dənəciklər var, amma narahat eləmir onu. Biraz yağ. O yağdan istifadə edirəm, amma əvvəllər nehrə yağı istifadə edirdim. İndi olmadığı üçün bunu almışam. Bu qədər kifayət edir. Sonra burada üyütdüyüm qoz ləpəsi var. Badam, qoz, hamısını bu formada üyüdüb saxlayıram və səhərlər kaşalarına əlavə edirəm. Haradaysa bir çay qaşığı. Və keçi boynuzu. Bundan da haradaysa yarım çay qaşığı. Bu qədər asiliyer. Və mən burada yemək edərkən Raul əlbəttə ki tam qaz dağıtmağa davam edir. Siz bir bura baxın hələ. Yəni bu kilitlər heç bir işə yaramır. Əslində düzdür, açıb içini dağıda bilmir, amma barmağını məsəl üçün qoyur bura, sonra geri itəlir, barmağı qalır arasında. Nə formada yapışdırım bilmirəm ki, yəni barmağı arasında qalmasın. Hamısı baxın Raulun barmaq izləridir. Gəlir peçenyalı əllərini sürtür hər yerə. İşıqlarımız da söndü. Heç yeri deyildi. Çünki birazdan çölə çıxmalıyıq və Raulu yuyub eləməliyəm. İnşallah mən Raulu yedirənə kimi gələr. Raulun tökdüklərini dedim tez yığışdırın. Bu arada tökməyi, dağıtmağı heç problem deyil. İstədiyi qədər dağıtsın, mən yəni yenə yığışdıraram da səbirlə. Heç mənə narahat eləmir o şey. Sadəcə olaraq ağlamasın, mızıldanmasın. Keyfi yerində olsun, istədiyi qədər dağıda bilər hər yerə. Yeməyimizi, balaca bala. Кушать будешь сейчас?
Давай, открой ротик. Молодец. На. Молодец. Buradan çıkabileceğim bir şey yani. Güzel. Bayaq o qədər tələm-tələsik çıxdıq çölə ki, sizə hazırlanmağımızı heç nəyə çəkə bilmədim. Gəldik Ağşəhərdə bir restorana, Kalista Tower. Raulu xalam yatırdır, mən isə oturmuşam sifarişlərimi gözləyirəm. Biz çıxdıq, hava da qaraldı xeyli. Bilmirəm səsim gələcək ya yox. Çəkirəm yenə də. Gəldin, çıxdın evə. Peçeniləri də töküb üstünə. Nəhayət yatdı. Mən də serialımı qoşdum. Buna baxıram. Vaxtsız olduğunu düşünürdüm, amma çox maraqlıymış. Bir yandan da uzun zamandır məni gözləyən ütünü qoşdum. 2 dənə palton var. Paltar çox azdır, Raulun paltarlarıdır burada. 2 dənə palto var, bunları yudum. İndi isə tifliyini təmizləyəcəm. İstəyirdim bu aparatlarla təmizləyəm, amma Raulun otağına səs gedər deyə, oyanmasın deyə. Belə bir şey var. Bu da qəşəng təmizdir, bununla təmizləyəcəm. Üstünə də bunu sərəcəm ki, ütü yandırmasın paltolarımı. Belə bir setkadır. Çayımı da süzmüşəm. Tam bir payız axşamı ortamı. Sabahınız xeyir qızlar, necəsiz? Biz çıxmışıq, həm biraz gəzinti eləməyə, həm də Raul bəy artıq yavaş-yavaş diş çıxarır. İstəyirəm ki, diş tortunu özüm hazırlayım. Gedirik tort ləvazimatları olan mağazaya. Yolda heç nə çəkə bilmədim. Raulun yenə hey-heyləri üstündə idi. Heç nastroyeniyası yox idi. Ona görə də gəldim, Raulu yatırtdım. İndi rahat-rahat əlimə kameranı aldım, çəkirəm. Yumurta aldıq tortun xəmiri üçün. Ən asan xəmir eləyəcəm. Yumurta, un, şəkər. Vəsə, başqa heç nə getmir. Pendir bitmişdi, pendir aldım. Endirimdə idi. Bir dənə sport götürdüm. Raulun kaşası da yenə endirimdə idi. Hər dəfə fərqli-fərqli götürürəm. Südsüz olmağı daha məsləhətlidir. Bu da qəşəng firmada. Heinz firmasıdır. İndi yeni adı olub Kipapo. Və hədiyyə eləyəcək. Hədiyyə lazım olan bəzi şeyləri aldım. Buğda. Qozu tort üçün almışam. Bu lərgədir. Qıdalı və xırdalobya. Bu da bəzək üçün aldığım ağ marsipandır. Biraz göy rəng keçirdim. Biraz da qara. Bir də bu. Xəmir ütüsü. Düz olması için.
Başlayırıq tortumuzun biskvitini hazırlamağa. İçinə 7 ədəd yumurta, 225 qram un, 225 qram da şəkər tozu yedim. Belə bir şey alınır və başlayırıq unumuzu ələkdən hissə-hissə keçirdərək əlavə edib qarışdırmağa. Mənim bişirmə qəlibim ölçü olaraq yaxşıdır, amma hündürlüyü azdır. Ona görə də ya gərək 2 dəfə tort hazırlayım, 2 dəfəyə bişirim. Ya da ağlıma belə bir ideya gəldi ki, bu multivarkada vıpechka funksiyası var, hansında ki, yəni şirniyyatlar falan bişirə bilərəm. Ona görə də risk alacağım bu səfər, bunun içində bişirəcəm. İstəyirəm əvvəlcə hər ehtimal içini belə yağlayım. Deməli, belə bir şey alındı. Dözmədim, oradan biraz bıçaqla kəsdim, baxdım dadına. Əsl tort biskviti dadındadır da, yəni. Ki, zaten tort biskviti hazırlamışıq. Amma çox gözəl alınıb. Elə belə görünməyə lap yaxşıdır. Yəni, üstünün kajura olmasındansa elə sırf biskvit kimi belə olmağı yaxşıdır. İndi biraz soğusun. Bu arada uzun çubuqla da yoxladım. Yəni, tam pişib. Super, super, super. Çox gözəl oldu, çox gözəl. Tortun son vəziyyəti budur. Çox gülməli görünür. Bilmirəm, alındıra biləcəm ya yox. Yəni, baxın, əlim boyda. Çox balaca tort alındı. Buradan 5 qat çıxdı. Buradan göstərmişsəm. 5 qat çıxdı. Aralarına krem yaxdım və qoz səpdim. Bu yanda da hədiy bişir. Və daha doğrusu qaynamağa qoymuşuq. Hələ bunlar olacaq. Bu da mətbəxin son halı. Raul da getdi yatmağa. Hələ mən yeməkdə bişirəcəm axşam. Heç nə bişirəcəyimi də bilmirəm. Belə. Yaratdım da, bundan artıq nə olmalıdır ki? Prosta bu saplar xaladenikdə qalıb quruyandan sonra çıxardacağım. Bir də buranı nəzərə almasaq, məncə ilk dəfə üçün çox pis deyil. Olaraq görüntü budur. Məncə yaxşıdır. Bunlar da səhər çıxaracağım. İstəyirəm səhərə kimi qalsın, tam özünü tutsun. Marspandan xəmir qalmışdı. Onu aparacağım, yayacağım, lentочка formasında eləyəcəm, aparacağım. Bizdə burada şirniyyat evi var. Onlardan xahiş eləyərəm. Üstünə Raul ilk dişim çıxdı, nəsə belə bir şey yazdıraram və gətirib bura qoyacağım. Bir də ki, burada bu bankalar, bunlar tomat bankalardır. Bunların da üstünə bəzək falan eləyəcəm. Burada bir şey yapışdıracağım, logo düzəldib yapışdıracağım. İçində də hədiyələr olacaq, hədiyyə paylayacağıq. Mətbəxin halı isə bayaqkına nisbətən biraz normaldır. Bu 2 qab qaldı, onları yuyacağım. Ondan sonra da keçəcəm yemək bişirməyə. Bu ocağı bilmirəm, gücüm qalsa hədiyyəm bişib bitməlidir əslində. Ondan sonra eləyəcəm, alınmasa sabah eləyəcəm artıq. Tez bazar olsun deyə dedim, filə ilə kartoşka qızardım. Burada hazır yağ soğanlarım var. Ayda bir dəfə belə təmizləyirəm soğanları. Biraz və qovururam və belə bu formalara yığıb buzluğa atıram. Çox pratik olur. Hər yeməyə də bir dənəsini istifadə etməyim bəs eləyir.
hədiyemiz də artıq hazırdır. Dünənki bankalara yığmayacağım çünki çox alındı burada. Dünənki bankalara yığmayacağım. Onun əvəzinə belə bankalar götürdüm. Biraz iri. Bunların içine dolduracağım. Hayır, balacı. Hara gedirsən? Oyanan kimi hara qaçırsan? Oyanan kimi fikri kameraya gedir. Kaşa yanında da yumurta olacak. Ralın yumurtasını da çıxardım. Bu Ralın yumurtalardır, kendi yumurtalardır. Az alıram ki, hər dəfəsində svej olsun. Peşman oluram ki, xaladenikın ağzını açım. Sırası gəlir bura. Tahin də götürək. Bir də ki yağ. Eləmə balam. Eləmə keçi. Buradan da kasasını, qaşığını, önlüyünü götürək. Buradan da tavamızı. Bu balaca Raul'un tavasıdır. Bunun güzelliğine bakın. Hala ne yer? No. Bizimle bir neçə gün keçirmək xoşunuza gəldisə, like etməyi unutmayın və əgər videoların davamının gəlməyini istəyirsinizsə, mütləq abunə olun. Hələlik.